Müharibənin 41-ci günü. İstiqamət Şuşa. Ürəyində iki arzusu vardı. Şuşanı fəth etmək və yenicə doğulmuş qızının üzünü görmək. Birinci arzusuna çatmaq üçün qəhrəmancasına vuruşur kiçik çavuş Emin Fərzəlizadə. Bu yolda canını qurban verir. Ancaq ikinci arzu yarımçıq qalır. Xəstəxanada dedi ki, ana, qızın şəklini atma. Dedim, ay Emin, qoy görüm, axı şey bağlıdır, nədir, internet yoxdur. İnternet olan kimi atacağım. Sonra attım mən bu oğlana, dostu var qonşuda ona. O da zəng edib, elədim, olmadı. Bir dəfə elədim, açıldı. Dedim ki, Emin, atıram şəkili, bir də şəkil vaxtıdır, ara qarışıb, mümkünsüz dərəcədədir. Elə axırıncı danışıq onunla oldu. Vətənə olan sonsuz bağlılığın nəticəsidir ki, Emin hərbi xidməti başa vurduqdan sonra yenidən ordu sıralarına qayıdıb. Müddətdən artıq hərbi qulluqçu kimi 3 il xidmət keçib. Vətən müharibəsindəki silahdaşlarından biri də doğma qardaşı olub. Təəssüf edirəm də, yəni döyüşə bir getdik, bir gələnmədik. Ayrı-ayrı yerlərdə olduq, düzdür, amma döyüş vaxtı 3-4 dəfə görüşdük. Füzulidən başlamışıq eyni qaydada, ondan sonra yollarımız ayrılıb da, o Cabral istiqaməti ilə Şuşaya kimi gedib çıxıb. Emin Fərzəlizadə vətən uğrunda, igidliyə görə, Xocavəndin, Füzulinin, Qubadlının, Cəbrayılın və Şuşanın azad olunmasına görə medalları ilə təltif olunub. Qəhrəmanın Mələk və Nuray adlı 2 qızı yadigar qalıb. Kimdə ki, darıxıram, atam üçün, vətən üçün canımdan keçən bu qəhrəman adam üçün. Mən bir şəhid övladıyam, bütün ölkə bilib bunu, mənim atam qəhrəmandır, mən onunla fəxr edirəm. Eminlə eyni qəsəbədə böyüyən, eyni məktəbə gedib, eyni səngərlərdə döyüşən daha bir qəhrəman oğul isə Tacir Muradlıdır. O da orta təhsilini başa vurduqdan sonra hərbiçi olmağı seçib. Düşmən mərmisindən birinci dəfə möcüzə nəticəsində xilas olsa da, ikinci şans üzünə gülməyib. Oktyabrın 22-sində Qubadlı döyüşləri zamanı şəhid olub. Şəhid olmamışdan qabaq, onu 5 dəqiqə qabaq snayperlə vurmuşdular sinəsindən. Sinəsində avtomat maqazin olduğu üçün o snayper o ürəyinin uçundan ona dəymişdi və heç bir şey olmamışdı. Düşmən görüb ki, həmən o snayper vurulan yerdən bir də atəş gəlir. Bu dəfə 120 minomyotdan döyüşçülər bilir nədir o. Tank əleyhinə olan bir silah. Ondan oğlumun düz olduğu yeri nişan alıb düşmən oranı vurmuşdu. Tacir Muradlı vətən uğrunda Cəbrayılın və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub. Bugün şəhidin 1 yaşlı bacısı atasının tək ümid yeridir. Tacirin əmisi də 1-ci Qarabağ müharibəsində şəhid olub. Atamın dərdində, mənim dərdimdə fərq budur ki, şəhid olan qardaşımın yerində mən varım. Qardaşım var, bacım var. Amma mənim oğlumun yerində övlad qalmamışdı. Onlar arzularını yarımçıq qoyub getdilər. Amma bizə bütöv bir vətən buraxdılar. Bu torpağın hər qarşında Eminin, Tacirin və yüzlərlə şəhidimizin izi, nəfəsi, ruhu var. Çinarə Qambayeva, Vahab İmanzadə, ASTV Xəbər.